Bugün sizə sobada hazırlanan həm asan, həm də çox dadlı, üzəri xırçıltılı kotlet reseptini təqdim edirəm. İlk öncə soğanları xırda-xırda doğrayırıq və yaxud da mənim kimi blenderdən keçirdirik. Geniş bir qaba çəkilmiş mal ətinin üzərinə blenderdən keçirdiyimiz soğanları, yumurtanı, suxarini və zövqə görə də duzunu istiotunu əlavə edirik. Bütün ingrediyentləri yaxşıca yoğururuq. Ətin tam özünü tutması üçün onu bir neçə dəfə çırpırıq. Bunu ona görə edirik ki, kotletlərimiz bişəndə dağılmasınlar. Ətin üzərini streclə bağlayıb ən azı 15 dəqiqəlik soyuducuya qoyuruq. Daha sonra ətdən eyni ölçülü hissələr götürüb əllərimizlə kotlet forması veririk. Hazırladığımız kotletləri hər tərəfli suxarıya bulayırıq ki, bişəndə üzəri xırçıltılı olsun. Kotletləri yağlı kağız sərilmiş soba listinə düzüb, üzərinə də azca duru yağ əlavə edirik və sobamızı da əvvəlcədən 200 dərəcədə isidib kotletləri bişməyə qoyuruq. Təxmini yarım saat ərzində bişib hazır olur. Və budur dostlar, artıq hazırdır. Çox gözəl, çox ləzzətli, üzəri xırçıltılı, içi yumuşaq kotletlər alındı. Yanında qızarmış kartofla da süfrəyə verə bilərsiniz. Sevgi ilə hazırlanan hər yemək dadlı olur. Bu kotletlər isə bir başqa. Süfrəniz həmişə bol ruzulu, bərəkətli olsun. Növbəti videolarda görüşənədək hələlik.